Kart məsələsindəki limitə görə sahibkar deyəcək ki, qardaş, mən pulumu nəqd verir, sən də gedib biz suka deyilik. Biz də gedib İqtisadiyyat Nazirliyinə şikayət eləməyəcək ki, bu post terminaldan istifadə eləmir. Yəni bizim nə qədər dansaq da bizim cəmiyyətimiz budur və biz buna inanırıq. İndi yaxşı 5 dəfə limit qoydular qəbul, göndərmə, məbləğdə və s. və axır. Bu gün Mərkəzi Bankdan danışdım. Dedilər, ABA bəyanat verəcək, açıqlama yayacaq. Açığı çox böyük bir şey gözləmirdim və dedilər ki, biz bunu stimullaşdırıcı və s. və axır. Məsələn, ailəli insanlar gedəcək, məndə limit bitdi, həyatım bir dənə ver, yoldaşın limiti ilə götürəcək, kartı göndərəcək və salam qutardı getdi və yaxud da nəqd pula keçəcək. Sahibkar deyəcək ki, qardaş, bilirsən, post terminal yoxdur, işləmir, nəmzarətkası yoxdur və s. və axırda standart gündəlik yaşadığımız məsələlər. Nəqd pul ver. Mənə nəqd ver. Maşallah hər yerdə bankomatda adam gecə çıxaracaq pulu gətirib verəcək. Sözü yox ki, burada post terminalların ödənişində artım olacaq, amma yenə də nəqd pul da bir balaca stimullaşdırılacaq bu məsələdə sahibkarlar tərəfindən. Özəlliklə kiçik sahibkarlar tərəfindən. İndi kiçik sahibkar da çox sıxmağın mənası yoxdur axı, indi hər şey reallıq olaraq ortada da axı, məncə. Siz nə düşünürsünüz ümumiyyətlə? Bu kiçik sahibkarlara təkan verəcək, yoxsa sahibkar deyəcək ki, qardaş, get pul nəqd çıxart gətir. Yəni sizin əslində o şərhlərdə yazacağınız şey mənim üçün maraqlıdır.